Üçüncü Dünya müharibəsi başladı. Budanov. Ukrayna Prezident Administrasiyasının rəhbəri Kirill Budanov artıq Üçüncü Dünya müharibəsinin başladığını bildirib. Referans media xəbər verir ki, o bu barədə sosial şəbəkə hesabında paylaşım edib. O bildirib ki, Üçüncü Dünya müharibəsi artıq uzun müddətdir davam edir və bu prosesin başlanğıcı Ukrayna ərazisində baş verib. Budanovun sözlərinə görə, hazırki qarşıdurmalar təkcə regional deyil, qlobal xarakter daşıyır və bir çox ölkələri dolayı şəkildə bu münaqişəyə cəlb edir. ABŞ İranda müharibəni niyə bitirə bilmir? ABŞ-da bildirirlər ki, Güclü Qəzəb adlı hərbi əməliyyat zamanı İranın hava hücumundan müdafiə sistemləri sıradan çıxarılıb. Stasionar obyektlər güclü zərbələrə məruz qalıb və Amerika zərbə qrupları İranın hava məkanında yüksək nəzarətlə hərəkət edir. Buna baxmayaraq, bölgədə müharibə davam edir. Axar az xəbər verir ki, bu barədə Makalester Kollecinin beynəlxalq münasibətlər və siyasi nəzəriyyə üzrə professoru Andrey Latamın məqaləsində qeyd olunub. Bildirilib ki, ABŞ və İsrailin hava kampaniyası öz məqsədləri baxımından effektiv olub. Onun fikrincə, problem ondadır ki, ABŞ-ın hava qüvvələri müharibəni bitirən işi görmür. O vurğulayıb ki, İran hələ də zərbələr endirir, uyğunlaşır və dövlət kimi fəaliyyətini davam etdirir. Münaqişənin intensivliyi son dövrlərdə azalsa da, onun sözlərinə görə vəziyyət hələ də nizamlanma mərhələsinə keçməyib. Professor əlavə edib ki, ABŞ və İsrail İranın yüksək texnoloji obyektlərinə, stasionar qurğulara, istehsal mərkəzlərinə və inteqrasiya olunmuş hava hücumundan müdafiə sistemlərinin elementlərinə ciddi zərbələr endiriblər. Amerika hərbçiləri bunu sürətli və ardıcıl şəkildə həyata keçiriblər. Cəmi bir neçə gün ərzində ABŞ və İsrail ölkənin hərbi infrastrukturunun əhəmiyyətli hissəsini məhv edib ki, bu da ciddi nəticə hesab olunur. Lakin Latam qeyd edir ki, müharibənin taleyi yalnız müəyyən edilə bilən hədəflərin məhv edilməsi ilə həll olunmur. O vurğulayıb ki, ABŞ və İsrailin məhv etdiyi sistemlər əsasən ən asan aşkar olunan hədəflərdir. Eyni zamanda, mobil buraxılış qurğuları yerdəyişir, dağılır və əraziyə və ya şəhər sığınacaqlarına gizlənir, komanda strukturları isə tam dağılmır, sadəcə uyğunlaşır. Professor əlavə edib ki, ABŞ və İsrail İran silahlı qüvvələrinə ciddi zərbə vuraraq onların fəaliyyətini iflic etsələr də, onları tam məhv edə bilməyiblər. Tehran qüvvələri təzyiq altındadır, lakin bu vəziyyətə uyğunlaşıblar. Latamın sözlərinə görə, hazırda İran əleyhinə hərbi əməliyyatların daha geniş miqyaslı mərhələyə keçdiyini göstərən əlamətlər yoxdur. ABŞ-ın ölkə ərazisini və ya hakimiyyətini ələ keçirmək niyyəti də görünmür.